Televiziyanın en qeyri-adi ifa şousu gəlir. Mən İlbizəm. Sizin qarşınızda vəzirdir. Mənə cücə. Maskanın arxasında hansı məşhurun gizləndiyini tapa bilərsinizmi? Yaxında biləcəksiniz. Kim? Maskanın arkasında Nəhərə balığını tutmaq asan iş deyil. salam. Hamını xoş gördük. Bunların qiyməti yoxdur ümumiyyətlə. Tanımıram, error göstərir. Əslində bilmirəm. Qonşuluqdan gələnə oxşuyur. 12 məşhur bir-biri ilə mübarizə aparacaq. Onlar başdan ayağa kimi xüsusi kostyum geyinərək öz kimliyini səhnədə və səhnədən kənarda gizlədirlər. Televiziyada ən çox qorunan sir. Maskanın arxasında kimdir? Onların səsləri müsahibə zamanı dəyişdirilir. Ən vahimeli maskat pələngdir. Salam dostlar. Gəldi. Bir planetinin sakinləri. Gəldi nəysə. Can. Hər verilişdə məşhurlar tamaşaçıları və dedektivləri heyran etmək üçün mahnı oxuyacaqlar. Şounun sonunda bir maskanın arxasında hansı məşhurun olduğunu hamımız öyrənəcək. Kimsən sən? Və bununla o şoudakı iştirakını dayandıracaq. Bu gecə 4 maskalı məşhur qarşı durmaya çıxacaq. Pələng dönərə qarşı, səməni pişiyə qarşı. Bu maskalardan birinin içində hansı məşhurun gizləndiyini bugün şounun sonunda öyrənəcəyik. Beləliklə maska başlayır. Mən söndüm. Axşamınız xeyir olsun değerli tamaşaçılarımız. En sirli şov Maska Show'nun ikinci mövsümündəsiniz. Hər birinizə yaxşı əhval-ruhiyyə arz edirəm. Bugün bu səhnədə 4 maska çıxış edəcək, 2 qarşı durma olacaq. Və sonda bir maskanın maskası açılacaq və biz o məşhuru tanıyacağıq. Qeyd edeyim ki, bugün detektivlər heç bir maskanı xilas etməyəcəklər. Bu o demək deyil ki, mən onları təqdim edəməyəcəm. Keçən dəfədən elə bir ki, bir balaca kökəlib. Elə bir cücəni yiyib. Murad Arif. Məşhur jurnallar onun şəklini üz qabığında paylaşmaq üçün aralarında dava edirlər. Amma o artıq öz seçimini edib. Dünya gözəlliyinin rəsmi üzü Kamilə Babayeva. Teşekkürler. Səhnədə aktyor, evdə baba. Bizdə isə professor, hər tərəfli Coşqun Rəhimov. O maska altında olan məşhurların adlarını bir neçə variantda deyə bilər. Amma mən onun gözəlliyini bir variantda deyə bilərəm. Möhtəşəm detektivimiz Nigar Camal. Təqdimatda deyirlər ki, sən onu çox tərifləyirsən. Bugün mən megastarı Cənab Qızıl Şlageri möhtəşəm ifalarıyla hər zaman yaraşıqlı olan detektivimizi sadə təqdim edəcəm. Faiq Ağayev. Hörmətli tamaşaçılar, Maska Show'ya başlayırıq və qarşıda birinci qarşı durmadır. Birinci qarşı durmada bir tərəfdə pələng, bir tərəfdə isə dönər var. Birinci qarşı durmanın birinci maskasını bura dəvət edirik. Mənim bəxtim gətirir ki, o bura ac çıxmır. Mən də rahat, o da rahat. Şşş, ehtiyatlı olun, pələng gəlir.
Mən gedim, siz onu daha yaxından tanıyın. Senin hamdan birinci bileceğim. Haberim Bəli. var da. Həmişəki kimi. Hemşeki kimi. Bu vahiməli səsi eşidirsinizsə, deməli pələng öz ipucuları ilə yenə sizin qarşınızdadır. De görək. İstəyirəm sizə yenidən özüm barədə danışım. Bu həyatın hər üzünü görmüşəm. Rəhbərlik də etmişəm. Lazım olanda klon da olmuşam. Yəni pələngin həyatı sizə nağıl kimi gəlməsin. Çətinlik çəkmədən birinci olmaq mümkün deyil. Ona görə çoxu məndən fərqli olaraq çətin yolu seçmir. Görürəm, əksəriyyət çoxluğu sevir. Amma mən isə bir pələng olaraq tənhalığıma aşiqəm. Ətrafımı başqa pələnglərdən çox gözəl qoruyuram. Vay o pələngin alına ki, mənimlə ərazi davası etsin. İnanın ki, pəncələrim və dişlərim dərhal işə düşəcək. Ümid edirəm ki, çox agresiv görünmədim. Sadəcə çıxış qabağı biraz həyəcanlıyım. Zalda alqış eşitsəm, həyəcanım bitəcək. Ne geçeydi. İllər boyu səni gəzdim, ay gecikən məhəbbətim. Sən yuvandın, mən tələsdim, getdi gənclik təravətim. Ay gecikən məhəbbətim. Saçaq attım bu yollarda, hardaydın söyle harda. Bir yarpağın sonbaharda, sarılıram yetim yetim. Ay gecikən məhəbbətim. Sən əzəlsan, göz yaşısan, bəxtimin son axışısan. Önemli değil ha. Bəlkə talih qarışısan, bəlkə də ilk səadətim. Ay gecikən məhəbbətim. Saçaq arttım bu yollarda, hardaydın söyle harda. Bir yarpağım sonbaharda, sarılıram yetim yetim. Saçaq arttım bu yollarda, hardaydın söyle harda. Bir yarpağım sonbaharda, sarılıram yetim yetim. Ay gecikən məhəbbətim.
qəşəng. Bəyəndim. Çox bəyəndim. Məhəbbət geciksə də mən gecikmədim. Və detektivlərimiz. Faiq bəy, nə fikirləşirsiniz? Vallahi fikirləşməyə heç belə mağam tapmadım. Məni bu səhnəcə elə apardı. Elə gözəl aranjman oldu. Sərxan Sərxanın gözəl mahnısıdır. Buradan Sərxan Sərxana da salamlar. Və bu mahnını uzun illər sonra yenidən gündəmə qaytaran Niyam Səlami oldu. Onu çox gözəl oxumuşdu. Bugün də Pələngimiz ifa elədi. Niyam oxumuşdu. Və hətta mənə elə gəlir ki, bu elə Niyam Səlami özüdür. Coşqun bəy, mənə maraqlıdır. Siz neçə il məhəbbətinizi gözləmişsiniz? O sual daha Yo, çok mən mənə aid. məhəbbətim gecikməyib ki. Vaxtında gəlib. Ona çok vaxtında gəlib. Çox şükürlər. vaxtında gəlib mənim məhəbbətim. Və hamıya da məhəbbət dolu həyat arzu eləyirəm. Çünki heç kimin məhəbbəti gecikməsin. Vaxtında hər şeyi datsınlar. Pələng, əlasan, Pələng, supersən, Pələng. Sən bizi təəccübləndirməyə davam eləyirsən. Amma nə qədər maskanın altında gizlənsən də bizim təxminlərimiz çox maraqlıdır. Bu Cəmildir, Cəmil. Cəmil? Ceymil. Ha, Cemil. Mənə elə gəlir, bu mənim təxminimdir. Çox gözəl. Murad, üzünüz gülür. Təbii ki, mahnı xoşunuza gəldi. Yox, heç Bunu nə sizin də gülmür, təbəssümünüzdən heç nə işləmək də olur. Buyurun. gülmür. Heç üzüm də gülmür, əhval-ruhiyyəm də başqadır. O Niyə qaranlıq Murat? dəniz abu-havasındayam mən. Bu Pələngin artistizminin yüksək dərəcəsi və səviyyəsidir ki, məni qaranlıq sulara qərq edib. Ay bu bizi çok sevindirir ama. Hə, niyə sən xoşdursan? Mən dəli dolu bir atışa 150 variant deyən bir insan olum. Deyin, variantları Məni deyin Sərxan Murad bizə. Sərxan- Variantlar üstüne düşsün. Məni Sərxan Sərxanın musiqisi, Tofiq Bayramın sözləri apardı. Bir də ki, Pələng, əziz Pələng. Mən artıq bilirəm sizin haqqınızda bəzi şeyləri, təxmin etmirəm ha. Mən bilirəm ki, sizin 35-dən aşağı deyil yaşınız. Mən bilirəm ki, düzdür, bu məsələlər Nigar xanımın sahəsidir. Siz çox davamlı, çox mütəmadi, bilməm, həyat şərtləri üzündən Rus dilli bir insansınız. Çox Rus dilli bir insansınız. I hərfindən tutdu. Bir çox Murad məqamlarda. biraz tez ol, yiyəcək məni. Yavaş-yavaş çəkir özünə tərəf. Ağa, bizim maskalar sənə nə eləsələr də səni Murad yeməzlər. cücəyi yiyib, mənə də pələng yiyəcək. Mənim indi ağlımda bir neçə variant var. Mənə elə gəlir ki, bu Abbas Əhmədin nəslinə aid olan sənətçilərdəndir. O dönəmlər səhnədə olan adamlardan biridir. İlqar Xəyal deyil, Baxtin Abbas deyil. Əhməd ola bilər. Yevgeni Baxtini mən hiss elədim. Fuad Bigbayev var idi. Of, bir vakalı var idi. Ondan sonra Moskvaya köçdü. Faiq Ağayevin nəslinə aid olan Mən sənətçi buradayım. hiss elədim. Mən buradayım. Ya da ki, çox Yox. 80-lərə, 90-lara bağlı, misal üçün Fuad Musayev var. O dövrü çox sevir. Mən- Onu hiss elədim biraz. Fuad Musayev də Sən ola belə bilər, bir düz- versiya düz, istisna əla edirsən versiyadır. ki, misal üçün nisbətən cavan insan bu mahnını sevə bilməz bə ya. Yox, sevə bilər. Amma Pələng onu doğru hisslərlə çatdırdı. Doğru emosiyalarla verdi. Gecikən məhəbbət haqqında həyatı yaşamış və sevginin gecikmiş olduğu gerçəyinə varmış insan belə oxuya bilərdi. Sən sinə dəftərsən. Hətta əsaslandırdı ha. Kamilə xanım, siz də dinləyin. Mən düşünürəm ki, hissləri çatdırmaq üçün təbii ki, hər bir ifaçı, hər bir sənətçisi həm də eyni zamanda gözəl aktyordur. Təbii ki, bunun öhdəsindən gələ bilərdi. Amma hissləri bu qədər dərindən çatdırmasının biz eyni zamanda tamaşaçılardan belə şahidi olduq ki, mahnının bitməyinə saniyələr qalmış, bütün auditoriya ayaq üstə Pələngi alqışladı. Hamımızı öz sehrinə almağı bacardı Pələng. Və bir onu deyə bilərəm ki, əgər bugünə qədər 2 sevimli maskam vardısa, artıq 3-dür. Və təbii ki, həmin bu çevrə daraldıqca insan çətinlik çəkir və onların üçünün heç birinin getməyini istəmirsən. Amma fərziyyələrə qalanda
bu eyni zamanda aktyor da ola bilər. Çünki aktyorlar səhnədə həm ifa etməyi bacarırlar, həm öz emosiyalarını dərindən çatdırmağa bacarırlar. Razıyam. Və onların rolları olur ki, onlar orada klon olurlar. Aktyorlar tənhalığa meyillidirlər. Çok güzel. İpucuya xüsusi olarak dokundunuz. Çalışırıq. Hələ sehirbaz olmasam da öyrənirəm. Belə çıxır Aycan, ki, Aycan. deyirsən ki, əvvəl 2 nəfər idi mənim sevimli maskam, indi 3'dür. üçdür. Maraqlı ki 2 nəfər kimdi? Hansı Yox, mənə maskalar idi? maraqlı başqa şeydir. Belə çıxır ki, pələng sənin gecikmiş məhəbbətindir. Belə çıxır. O da var. Belə çıxır. Belə çıxır. Faik bəy, təşəkkürlər. Əgər aktyorlardan yola çıxırıqsa, təşəkkür edirəm əziz dostum. Əgər aktyorlardan yola çıxıramsa, düşünürəm ki, bəlkə bu maskanın arxasında elə bu maskanın arxasında elə Bəhruz Vaqifoğludur. Həm pantomima aktyorudur, həm tənhalığa meyillidir, həm deyəsən bəyənmədi mənim variantımı pələng. Amma o Deyəsən ipucularla tanımadı məni sənin ora variantını apardı. Deyəsən pələng. heç bilmə. Amma yox, çox istedadlı aktyorumuzdur. Bəli, Bəhruz'u çox sevdiyimiz sevirik. aktyorumuzdur. Bəlkə Rus dram teatrının əgər Muradın ipucularına və dediyi cümlələrə, onun dediyi cümlələrə Fuad çox diqqətlə. Osmanov. Fuad Osmanov. Ola Bravo, bilər. bravo, Fuad Osmanov. bravo. Azərbaycan rəhbərlikdən dilində də söhbət mükəmməl danışır. Yo, mən onu bir dənə Azərbaycan düzəliş edim. Mən mükəmməl demirəm danışır. Azərbaycan dilində pis danışır. Mən deyirəm ki, müəyyən şərtlər ucbatından həyatında daha çox rus dillidir. Gündəlik həyatında, məişət həyatında. Mən də I Onu hərfindən sezdim. bayaqlar biz I deyəndə təmiz I hərfi deyirik. Rus təhsilli insanlar I-dan I-yə keçirlər. Saralır deyən I. Saralıram. Saralıyram. Faik bəy, gəlin o barədə ekspert danışsın da. Nigar Camal bu dil üzrə ekspert danışsın. Nəçələr üzrə ekspert. Öz dilin sırasında buyurun. Deyə bilərəm ki, ən sevdiyim maskalardan biridir. Çünki çox belə bir brutal video fasonu var. Hə, və əvvəl düşünürdüm ki, müğənnidir. Hoppa. Nigar qısası sizin üçün diyama belə. Əvvəl düşünürdüm ki, müğənnidir. İndi düşünürəm, bəlkə hansısa bir müğənni filmdə çəkilmişdi. Ona görə də yəni, aktyorluq karyerası biraz yəni, başı çıxır belə şeylərdən. Ya da o Rus dram teatrın bir aktyorudur. Deyim verin, birini də deyim. Mənim çox sevdiyim və maska layihəsini çox sevən dəyərli aktyorumuz, aparıcımız Firdovsi müəllim də ola bilər. Gəlin onu alqışlayaq, salamlarımızı göndərək. Bəli. Amma əziz həmkarlar, öz ipucularında dedi ki, mən həm rəhbərlik, həm də klonluq lazım olanda həm rəhbərliyi bacarırım, həm də klonluğu bacarırım. Misal üçün Bu Elman Rəfiyev də ola bilər. Yes! Əla! Bu Elman Yaxşı Rəfiyev də versiyadır. ola. O zaman bu Nicat da Bu ola bilər. Əkbər Əlizadə də ola bilər. Bəli! Oyda Əkbər Əkbər Əlizadə Əlizadə. necə istedadlı adamdır və bilərəkdən məhz belə də oxuya bilər ki, bizi çaşdırsın. Ola bilər, hər biri ola bilər. Gəlin belə bir məqamı da xüsusi olaraq vurğulayaq ki, bizdə hələ yalan doğru məlumat var axı. Keçək ora, Pələng özü haqqında 2 məlumat deyəcək. Doğru və yalan məlumatı. Auditoriya kömək eləyək onlara. Detektivlərimizin köməyə ehtiyacı var. Pələng 2 məlumatı söyləyəcək. Biri doğru, biri səhv və təbii ki, siz alqışlarınızla kömək eləyə biləcəksiniz. Buyurun Pələng, birinci məlumat. Deyə görək. Otel biznesinde payım var. Bunu əl çalmayın, yalan deyir. İkinci məlumat. Yaşadığım binada 2 halk artistiyle konuşuyorum. Yaşadığım binada 2 xalq artisti ilə qonşuyam. O dedi ki, otel biznesində payı var. İnanmadınız. Sonra dedi ki, 2 xalq artisti ilə bir binada yaşayıram. Auditoriya ikinci məlumatı daha doğru bildi. Faik bəy, mən buradan belə bir qənaətə gəlirəm ki, qonşularınızı axtarsınız. müğənni deyil, çünki bizim müğənnilər bir-biri ilə xalq artistlərini nəzərdə tuturam. Deyəsən müğənniləri deyirəm. Qonşu deyirlər, amma aktyorlar bir evdə yaşaya bilərlər. 2 xalq artisti, 2 aktyor bir binada yaşaya Ailə bilər. olaraq. Ayrı-ayrı ailələr. Aktyorların evi var, jurnalistlərin evi var. Biz müğənnilərin yazdığın evi yoxdur axı. Ona görə xalq artisti deyəndə mən aktyorları fikirləşdim. Bəs birinci məlumat biznesim var.
otel. Otel biznesi olsaydı biz otel xəbərdar biznesi. Sabir bir de- Piriyevdir. Axı onun otel biznesi var idi. Var. Samir Və elə Niyamın da otel biznesi var idi. Amma deyir payım var. Hal-hazırda var. Var, Sən dediyin Murat iki sevilir, nəfərdə- Murat sevilir, Murat sevilir. sevilir. Bil, Nəsə gəlib. Deməli Murad İddia eləmirəm ki, bütün düz deyirəm. Hamının biznesləri üzrə, necə ki Nigar Ləhçə üzrə Yo. ekspertdir. Murad da bütün biznesləri Düzdür. üzrə Ay Pələng ekspertdir. yoruldu, De görüm. getmək De. istəyir dostlar. Diyan qoy desin. Kimdir? Düzdür. Faiq bəy düzdür. Çünki məhz mən Faiq Ağayevin mənzil biznesi haqqında efirdə geniş açıqlama vermişdim müsahibələrin birində. Mənim biznesim. Ay Allah qurban olum, doğru olsun, nə olar? Ağlıma isə yaxşı bir variant gəlib. Murat Yaxşı bir variant. Dinləyə sonra yadına Çox çıxacaq. gözəl bir Yadından variant. çıxacaq. Arıqlamaq, aktyorluq, səhnə. Bu Parniz Baku, Bakılı oğlanlar komandasından Azər də ola bilər axı. Ola bilər. Diyanə Nigar nəsə demək istəyir. Çox sağ Nigar ol. xanım çox- yadından Bir yadınızdan sualım çıxmayıb. var. Bəli, Faiq bəyə sualım olacaq. Çünki siz xalq artistiysiniz və sizdə qonşuluqda Murad Dadaşov deyəsən yaşayır. Hə. Okey, tamam. Sizdə başqa bir aktyor və müğənni var yaşayan sizin o tərəflərdə? Biz tərəfdə Suna Kasimoğlu yaşayır, amma inanmıram ki o pələng olsun. Gəlin hörmətli detektivlər, hər kəs son olaraq öz təxminlərini söyləsin. Coşqun bəy, sizcə Mən elə gəlir ki... Pələng maskası arxasında hansı məşhurdur? Bizim gözəl aktyorumuz, Respublikalı əməkdar artisti Əkbər Əlizadədir. Təşəkkürlər. Kamilə Babayeva, Abbas Bağırov ağlıma indi gəldi. Bravo, Kama, bravo. Murad Arif, buyurun. Mən də düşünürəm ki, müğənnilərdən məhz Abbas Bağırov bizi allada bilər. Çünki o da parodiya üzrə Nigar ustadır. Camal, Hə, mən düşünürəm ki, İbrahim Çingiz ola bilər. İbrahim Çingiz, Nigar Camal deyir və Faiq Ağayev. Niyam Selamidir. Təşəkkürlər detektivlər. Gəlin pələngimizi çox yormayaq. Pələngimizi yola salırıq birinci qarşı durmanın birinci maskası. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Pələng maskası arxasında kimdir? Mədəsi zəif və ac olanlar ekrandan biraz aralanın. Dönər gəlir. Dönər istəyirsiniz? Onda baxın və tanıyın. Salam. Sizin qarşınızda bəzən ayransız, dadı duzu olmayan dönərdir. Son zamanlar məni tarixi suallar düşündürür. Görəsən dönər sözünün etimologiyasına niyə kifayət qədər nəzər yetirilməyib? Məndən başqa heç kəs bu işin üstünə düşən deyil. Deməli, dönər sözü dönməkdən əmələ gəlir. Ət bişir, onu döndərirlər. Toyuq bişir, Nəsə onu dönməklə əlaqəsi döndərirlər. var. Bax, mənə ayrılan rol budur. Hətta deyərdim, bu mənim taleyimdir. Beləliklə, dönər sevənlərin yalnız bir seçimi var. Ət və ya toyuq. Çörək ya lavaş seçimi isə dönər sevənlərin deyil, çörək sevənlərin seçimidir. Sizə bir fəlsəfi sual verim. Bir dönəri 2 dəfə yemək olar?
Əlbəttə, deyəcəksiniz ki, yox. Amma mən cəhd elədim və açıq deyirəm. Bu ipucudur. Fikirləşin. Mən isə səhnəyə doğru gedim. Orada dönəri gözləyənlər var. Necə oxuyacaq? Bu Cavan Zeynallı. İstanbul səsləyir bizi. Ala getdi yotalara. Soyuq havalar qanımızı içdi, üşüyüb donduq aman. Bu soyuqdan qaçmaq üçünsə 2 bilet almalıyam. Ah günəşsiz həyat çətindir, istiyə tərəfdaram. Mənlə gəlməlisən tələbimdir, ölümünə inadkaram. Çox düşünmə, gəl bir qərara, tərəddüdləri fırlat kənara. Səndən əl çəkən deyiləm, bilirsən zəliyəm, düş səni gözləyirəm, gedək hoppalara. Buralardan uzağa, düş gedək hoppalara. Mən hara, sən də ora. Şekerini kat, buzunu da at. Sonra çalkala çalkala sevgimizi. Biraz heyecan, göğe uçacağım. Nece kanatlandırdı sevgimizi. Şekerini kat, buzunu da at. Sonra çalkala çalkala sevgimizi. Biraz heyecan, göğe uçacağım. Nece kanatlandırdı sevgimizi. Heyecanlandır deli ol arada. Monotonluktan bezir her bir adam. Gel oyun çıkarak soyuk olma daha. Sana yalvarırım. Şekerini kat, buzunu da at. Sonra çalkala çalkala sevgimizi. Biraz heyecan, göğe uçacağım. Nece kanatlandırdı sevgimizi. Şekerini kat, buzunu da at. Sonra çalkala çalkala sevgimizi. Biraz heyecan, göğe uçacağım. Nece kanatlandırdı sevgimizi. İstanbul, hatırla bizi. Üç tane mahnısını okudu Murat'ın. Murad, döner yiyənsiz? Hem de nece, yanında da ayran, çalkala çalkala. Day, deyir, ıslanmışın sudan nə qorxusu. Keçən səfər cücəni yedik. Ey əhali, təklif eləyirəm, gəlin bugün dönəri yeyək. Murad axı o Murad, sənin mahnıları kimdir bu ki, ifa o ma- elədi. Ləzzətlə yeyək. Elə məhz ona görə, çünki nə Daddanıb lazımdır ikinci adam Dönər olmalarını. görürsən də mən sənin tərəfindəyəm. Amma Murad nankor çıxdı. Gör onun Ay mahnılarını dostlar, ifa elədin. bir Yeyək. qidaya təama sevgi məhz iştahla ölçülür. Dönər məndə iştah oyatdı. Ay sən adam yeyən. Yazıq deyil dönər. Dönər yeyən. Dönər yeyən. Murad, keçən dəfə cücəni yediniz, indi dönəri yemək istəyirsiniz. Sonra deyəsən maskadan sonra əməli başda diyetaya oturacaqsınız. Ağa, siz. Allah səni qorusun. Bizdən. Murad, dediniz ki, dönəri yeyək. Kimdir ki, dönər maskası arxasında sizcə? Ağa, mən təxmin elədim və dərhal ipucunda o sözü eşitdim. Filan şey mənim taleyimdir. Və mən Taley Yüzbəyovla Oppaların ikinci versiyasının klipinə çəkilmişəm. Bu bir reklam kampaniyasıydı. Məhz Taley ilə çəkilmişdim. Mənim əziz dostum, Taley Yüzbəyov, sən nə yeməlisən? Ay dedi ya. Faiq. Dedi. Faiq Ağayev, siz nə yazırsınız orada? Deməli, ötən mövsüm Molla Nəsrəddinə Molla əmi deyirdi, Molla əmi deyirdi. Mən dönərin bığlarına baxandan sonra adam ona
dönər dayı demək istəyir. Vallahi billah. Deməli, Siz demişdiniz də day dönəri. hə day dönəri. Mən Murad Arifin benefisinə çox sevindim. Məndən çox təbii ki özü sevindi ki, o mahnıları burada səsləndi. Elə sevindi, elə rahatladım. Elə rahatladım. Və mən çox sevinirəm ki, bizim maskalarımız müasir Azərbaycan mahnılarına müraciət eləyirlər. Onu yeni bir hansısa formada bizə təqdim edirlər. Bizim dönərə gəldikdə bu personaj əminəm buna təcrübəli personajdır. Düzdür, mən o dəfə də bu versiyanı səsləndirdim. Dönər demişdi ki, 20 kilo arıqlayıb. Dönər demişdi ki, cavanlar onu sevir. Abbas Bağırovdur bu. Abbas Bağırov. Bəli. Maraqlıdır. Nigar, sizinlə davam edək. İfanı eşitdiniz, performansı gördünüz. Kim ola bilər? Əgər müğənnidirsə, bizdə 20 kilo Arıqlayan. arıqlayan bizdə sadəcə Abbas Bağırovdur, mən bilən. Sonra belə dönərə baxanda düşünürəm, bəlkə kimdə o dönərxana var. Mən bilən Elarizdə idi deyəsən, Amerikada, yox? Sən gəlib Amerikadan. Bəlkə oradan uçub gəlib. Onu bilmirdik. Ha? Onu bilmirdik ki, Elarizin dönərxanası var Amerikada. Amma bunu da bildik. Təşəkkürlər sizə buna görə. Zənnimcə müğənni olmaz, çünki 3-cü buraxılışdır ki, səsini göstərmir. Da nə vaxt göstərəcək bu səsi? Niyə Murad sizə mahnılarla göstərmək olmur səsi? Yox, daha Murad, biz burada dönə-dönə deyirik ki, danışdı. bu ifaçı müsabiqəsi deyil, bu səs müsabiqəsi. Bəli, amma Bəlkə gec-tez. ona görə, məhz buna görə gizlədir, bildirmir ki, tapmayaq. Amma xarakterik... Amma yeyə bilərik axı onu vaxtından tez. Xarakterik Sən sevirsən yeməyi. Keçən dəfə boğazlar gördüm. var. Vaxtsız yeyilə bilər axı, Faik bəy, o da var. Xarakterik boğazlar var, adam tanıya bilir yenə də. Tutmalıyam, dönər qaçacaq. Yaxşı, hara qaçır, o? Sən hara qaçırsan? Yemək istəyir də Murad, o yemək istəyir, o da qaçır. Yeyilmək qorxusundan qaçır. Muraddan qorxma. Murad, istəyə bilərik. sən mahnılarını oxumusan, sən heç zad eləməyəcək. Heç zad. Buyurun, sizinlə davam edək. Coşqun bəy, sizi də eşidək. Deməli, bu elə, mən elə bildim Cavan Zeynallıdır, amma Cavan Zeynallı deyil. Bu elə sənin getdi. duet ortağın Aha! Ramin Nabrandır. Wow! Nə bomba versiya. Ramin, bir işarə elə ki, mən oradayam, içəridəyəm. Hə, bu dəqiqə işarə eləyəcək. Bu dəqiqə mayonezi görünəcək. Buyurun, Kamilə. Versiyaları əziz dostlarım söylədilər. Yəni bütün o ipucularla da yola çıxdılar. Mənə elə gəlir ki, onu təkrarlamağa artıq ehtiyac yoxdur. Səsini hələ bizə göstərmir. Faik bəy də doğru söylüyor ki, bəlkə hələ də gizlədir, bəlkə hələ də gözləyir. Amma eyni zamanda Muradla da çox razıyam ki, bəs nə zaman göstərəcək, yeyilə bilər. Gəlin dönəri yeyək. Gəlin dönər haqqında 2 məlumata qulaq asaq. Asaq. Deməli, auditoriya hazırsınız, onlara kömək eləmək lazımdır. Müxtəlif adları söyləyirlər. Bilmirik, məşhur tapa biliblər ya yox. Hər halda 2 məlumat söyləyəcək dönər özü haqqında. Biri doğru, biri səhvdir. Biz də alqışlarımızla kömək eləyək. Hansı doğrudur, hansı səhvdir. Sonra onlar düşünsünlər. Buyurun dönər, özünüz haqqında 2 məlumatı söyləyin. Birinci məlumat. Ötən il evimdə yanğın baş verib. İkinci məlumat. Ad və soyadımın baş hərfləri detektivlərdən biri ilə eynidir. Hörmətli auditoriya, kömək eləyək onlara. O dedi ki, evimdə yanğın olub. Sonra dedi ki, mənim adımın və soyadımın baş hərfi detektivlərin biri ilə eynidir. Bəli, biri ilə eynidir. Maraqlıdır kim? Və Murad Arif dərhal bir fikir gəldi. Ağa, bax sənə ehtiyacımız var burada. Söhbət ondan gedir ki, bizim adımızla, onun həm soyadı, həm Ad adı, və soyadınızla eynidir. həm adımızla, həm də soyadımızla. Bəli, yəni bəli, o ya baş M hərfdə söyləyir. adı, Bəli. ya N C, ya K B, ya C R, ya da 100% F.A. Ya da ki M.A. Mən o sözü elə belə deyə bilmirəm, belə emosiyasız deyə Can, bilmirəm. sənin emosiyaları var, Hə. dönər yeyərəm. Gəlin dönəri yeyək.
Deməli, Kamilə xanım, Kamran ağa, Babayev Faiq Ağay alınmır. və Murad Arif birlikdə nəyisə müzakirə edirlər. Faiq Nigar Ağay yazır. inisialları Nigar, siz nə yazır, yazırsınız Faiq orada? bəy. Hərfləri düzmüşük və Biz çalışırıq bir inisialları başlayaq. yazmışıq, baş Aha. hərfləri yazmışıq və çalışırıq, fikirləşirik. tapaqdır. Misal üçün Q bu versiyasını Murad Arif səsləndirdi. Kazım Bağırov. Kazım Bağırov, Kazım Sübhan. Aha. Fuad Əlişevdə olabilir. Yo, o Fuad Əlişovdur. İş ondadır ki, deyir ki, evimdə yanğın olub. Əgər bizim Aha. həmkarlarımızın kiminsə evində yanğın olsaydı, biz bilərdik də ki, ha, doğrudan da filan kəsin evində yanğın olub. Ona görə biz də auditoriya kimi bu versiyaya inanmadıq. Bəlkə qısa qapanma olub, yanğın olmuyor. Deyir axı yanğın. Yanğın dedi, yanğın olub da. Yanğın Evimdə olub. yanğın olub. Ona görə ad və soyad məsələsinin üzərində oturmuşuq, bayaqdan fikirləşirik ki, nədir, kimdir, Amma təsəvvür nəçidir. gətirin yanğın olub da. Gəlin dostlar, hörmətli detektivlər, adlarla davam edək. Murad, sizin təxmininiz nədir və Çox bu çaşdırdı. məlumatlar sizə nəyi danışdı, Ötən nəyi dedi? həftələr bilirdi ki, dönər ya İlkin Həsənidir, ya Nicat Rəhimovdur, ya Elişkodur, hardasa Bozbaş, gənc nəsil humoristlərin adını fikirləşirdi. Fərda verdi. O fıxıdır. Cinin Niyə? da Fərdə verdi. Amin. Fərda Amil. Amin. Fərda Amin Fərda dedi. Amin. F.A. Fərda! Fərda! Ola bilər. Ola bilər. Ola bilər, burada hər şey Ola ola bilər. bilər. Yaxud Onda bunları gəlin yemək bilək. Bu istəyə olmaz. F.A. Fərda Amin. Ona bax, ona bax. Dönər gedirsən, ey dönər. Ayağın üzəngidədir, ay kimdir dönər. Yox, demək istəyir yoruldum, biraz Kimdirsə tez əməli danış. başını arıqlayıb. Dönər maskası arxasında kimdir? O Dönər yerə düşdü. Atın getsin. Elə atın. uzanardım mən də. vallahi. Dönər quc-quca. Gəlin son olaraq təxminlərinizi eşləyək. Cidin adı familiyası. Coşqun Rəhimov. Ceyhun Zeynalov. Ceyhun Zeynalov. Bəli. Əl elədi mənə. Ceyhun Zeynalov, necəsən? Coşqun bəy, kimi dediniz? Ceyhun Zeynalov. Ceyhun Zeynalov. Kamilə Babayeva. Heç bir hərflə uyğunluğu yoxdur, amma mən deyirəm ki, dönər, sən bilirsən kimsən? Kim? Sən Mabud Məhərrəmovsan, çünki səni uşaqlar da, cavanlar da hamımız sevirik. Nigar Camal. Mən düşünürəm ki, bəlkə Talih Yüzbəy. Talih Yüzbəyov. Nigar Camal belə dedik. Murad. Mən də Talih Yüzbəyev Talih variantımın Yüzbəyev. üzərində dayanıram. Çünki o orada taleyimdir sözünü elə belə işlətmədi. Və ötən səfərdə ipuclarında belə bir fikir var idi ki, mən tək deyiləm, məşhuram, ailə üzvlərim, onun xanımı bilirsiniz ki, blogerdir. Ona görə Talih Yüzbəyev, dur ayağa, dur ayağa, artisti eləmə, dur! Faiq Ağayev. Abbas Bağırov və ya Samir Piriyev. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Dönər maskası arxasında kimdir? Birinci qarşıdurmanın sonuna çatdıq. Birinci qarşıdurmanın səs verməsinə keçirik. Səs verməyə keçmək üçün təbii ki, biz bura Pələngi dəvət edirik. Məni yeməkdənsə bişmiş dönəri yeyərsən də. Beləliklə, hörmətli auditoriya, səs verməyə hazırıqmı? Təbii ki, səs verəcəyik və 2 maskadan biri gözləmə otağına gedəcək. Biri isə növbəti mərhələyə gedəcək. Az səs toplayan maska növbəti mərhələyə, çox səs toplayan maska isə gözləmə otağına keçid alacaq. Gedəcək ora və gözləyəcək. Amma səs vermədən öncə bir detektivlərlə söhbət eləyək də. Onlardan bir məsləhət alaq. Kimi məsləhət edərdilər? Nigar. Məncə dönər. Dönər. Aydındır. Murad. Hansı maskanı maskasız
görmək istəyirsiniz? Yenə o cümləni deyim. Bəli, deyin. Deyin Murad. Mən biraz fərqli bir söz demək istəyirəm. Biraz Söyləyin. gecikmiş alışma oldu məndə. Bravo. Mən istəyirəm Bravo. ki, bu layihədə, yəni sonra ağlıma gəldi o ad. Bu layihədə bizim çox sevimli KVN-şik Emil Abbasov qalsın və hələ bizi gözəl səsi ilə heyrətləndirməyə davam etsin. Bəli, bəli. Ağa, sənin solunda dayanan həmin o narıncı rəngli bəyəfəndidən danışıram. Murad, Qalsın. siz də narıncı geyinmişsiniz. Bəli, Deyəsən onu- maska ilə eyni geyinmişsiniz. Dönər məni üzürlü saysın. Çox möhtəşəm performans idi. Amma Pələngin səsi məni heyran etdi. Və bu Emil Abbasovdur. Coşqun Zənnimcə. Rəhimov. Valla Pələng Dönər. Çox gözəl çıxışınıza görə təşəkkür edirik sizə ən əsası. Nə yaxşı ki bu proyektdəsiniz, nə yaxşı ki gəlmisiniz. Bizi təəccübləndirirsiniz, həm Dönər, həm Pələng. Amma bizi dağa daşa salan, bizi azdıran, bizdə ən çox maraq yaradan Dönərdir ki, mən də istəyərdim onun üzünü göreyim. Aydındır. Kamilə Babayeva. Əslində bayaq çıxışlarda da, yəni auditoriyanın reaksiyası da bəlli idi. Və mən də axı dedim sevgimə də sadiq qalmalıyam. Burada bir neçə sevdiklərim var, sonlardan biri Gecikmiş qıratdı. məhəbbəti və gərək Bu günsə Məhəbbət. mənim gecikmiş məhəbbətim var, o da pələngdir. Pələng. Mən onu sata bilmərəm, mümkün deyil. Və deyirsiniz ki... Üzr istəyirəm, Dönər. Faiq bəy, siz də dönəri yemək istəyirsiniz yoxsa? Bax, iş ondadır ki, Bir dənə söz soruşum, qurban. Can, buyur. Hamıya çox maraqlı. Uşaqda həmişə belə maraqları görən müəllimə, misal üçün, adi insan kimi həyat yaşayırmı? Faiq Ağayev dönər yeyirmi? ha, yeyirəm. Maraqlıdır, yeyo. Amma Təsəvvürə gətirirsiniz. hazırki zamanda ağa, Aha. pələng qorxulu deyil. Pələnglər qalırlar milli qoruqlarda, cəmaatla işi yoxdur. Amma nə qədər adam Elə keyfiyyətsiz işi var. dönərdən zəhərlənir. Faiq bəy. Çox təhlükəlidir. Bizim dönərimiz ən keyfiyyətli dönər. Bilirəm, o özündən danışmıram, qohum əqrabasından danışıram. İki daşın arasında bəyalar zəng elədim Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə. Soruşdum ki, bir dənə sualım var da, belə xəbər çatdırmaq kimi olmasın. Əgər dönərin üstündə tük varsa, onu yemək olar. Dedilər, yox, ünvanı deyin, gəlirik. İndi Qida Təhlükəsizliyi Agentliyinin işçiləri bura gələnə qədər mənə elə gəlir ki, dönər aradan çıxmalıdır. Gəlin, dönəri yeyək. Dönərin maskasını açaq. Aydındır. Ki Təşəkkürlər. Heç kim ona irad bildirməsin. Minnətdarıq detektivlərimizə. İndi səs verəcəyik. Dəyərli tamaşaçılar, auditoriya. Bəli, əgər siz Pələngin maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz dönərin maskasının açılmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Səs vermə, başlasın. Maraqlıdır. Görəsən auditoriya detektivlərin məsləhətinə qulaq asacaq, yoxsa öz bildiklərini edəcəklər. Maraqlıdır. Bugün kim, hansı maska gözləmə otağına gedəcək, hansı maska isə növbəti mərhələyə keçəcək. Qeyd edeyim ki, az səs toplayan maska növbəti mərhələyə keçir. Çox səs toplayan maska isə gözləmə otağına gedir. Stop! Və təbii ki, hər birimizə maraqlıdır. Görəsən, gözləmə otağına kim gedəcək? Kim? Hansı maska? Maskanı açmağa namizəddir. Maraqlıdır, hansı maska növbəti mərhələyə keçir? Dönər! Növbəti mərhələyə keçir. Dönər! Dönər, Pələng. pələng. Dönər, pələng. Növbəti mərhələyə keçir. Növbəti mərhələyə keçir. Pələng. Dönər, siz də gözləmə otağına gedirsiniz və ola bilər ki, biz sizi bugün maskasız gördük. Hər ikinizi yola salırıq, buyurun.
ikinci qarşı durmaya keçirik. İkinci qarşı durmada bir tərəfdə səməni, bir tərəfdə isə pişik olacaq. İkinci qarşı durmanın birinci maskasını bura dəvət edirik. O hələ də yaxşı formadadır, yaşıldır. Elə bilirsiniz biz onu suluyuruq? Yox, o idman edir. Səməni! Tanıyın, səmənini daha yaxşı tanıyın. Dostlar, karşınızda maska şovsunda bayram ab havasını hele de koruyup saklayan Səmənidir. Məni Novruz bayramından bir ay qabaq hazırlamağa başlayırlar. Boyatdıkca bedenim sanki kıvrılır. Yaxşı ki idmanla məşğul oluram. Bu elastikliğimi saxlamağa kömək eləyir. Dostlar, mənim ifamdan əlavə rəqsimə də fikir verin. Belə bir səriştəm də var. Nigar Səməni deyir ki, love me, love me. Siz nə deyirsiniz?
Say that you love me. Əsl belə bahar abu havası var, həmişəki kimi və bilmirəm, belə də düşündük, idmanla məşğuldur, amma indi son zamanlar o qədər insan idmanla məşğuldur. Amma mənə nədənsə çox belə görünür ki, biraz nazlıdır, danışan, oxuyandadır falan belə. Lalə Məmmədova. Lalə Məmmədova. Buyurun Kamilə, siz nə düşünürsünüz? Siz necə qarşıladınız düşüncələrimi... rəqs, ifa? Ay, ürəyimi oxuyursunuz, ağa. Love me. Demək, mən bu kompozisiyaya baxanda, yəni ilk anlardan anladım ki, mən bu kompozisiyanı çox sevəcəm və sonra ki orada zərlər, elə bu paltarın rəngində olan çiçəklərin üzərinə tökülməyə başlayanda, süzülməyə başlayanda mən düşündüm ki, axı mənim nəyim onlardan əski idi? Mənim də özümün üzərim var burada və mən də o prosesi indi həyata keçirdəcəm. Nə oldu Coşqun bəy, nə oldu Faiq bəy? Bizim özlərimiz özümüzə kifayət edir. Buyurun Kamilə xanım, sizin fikrinizcə. Parlaq professor. Bəli. Parlaq. Və Bugün Kamilə zərb tutdu. Valihliyimi söylədim sizə. Buyurun. O ki qaldı Səməniyə. Keçən dəfə əmin idim ki, bu maska arxasında məhz İlahə Şıxlinskayadır. Amma eyni zamanda da hər zaman bunu söyləyirəm ki, hər kəsdən maska ilə gəzən İlahə, görəsən maskanın altında saatlarla dayana bilərmi? Niyə də yox, dayana bilər. Daha da rahatdır da, maskanın altındadır. Daha da rahatdır, maskası var. Amma bugün ağlımdan başqa bir xanım da keçdi. O da məhz ictimai televiziyada çalışır. Özü də çox gözəldir. Özü də çox incədir, zərifdir. Və onun adı Fəridədir. Bəlkə bu maskanın arxasında... Fəridə Abdullah, aparıcı Fəridə Abdullah deyirsiniz. Bəlkə mən düşünürəm ki, bu maskanın maskanın arxasında məsələ Fəridə Abdullahın özüdür. Maraqlı fikirdir. Və Murad, siz də dinləyək, siz də təbii ki, baxırdınız. Hər dəfə Səməni öz çıxışına əpçi ilə başlayır, xatırlayırsınızsa və bu da bir eyhamdır ki, o allergiyası var. O dostum. Həpçi demir, həcmi deyir. Murad, həcmi. Mən onu xilas etmək istəyirəm. Mən bilirəm ki, onun üçün çox çətindir belə insanların çox olduğu yerlərdə olmaq. Murad, siz dönəri yemək istəyirsiniz, sən məni xilas edirsiniz. Bir dəqiqə, mən əsaslandıracağım. Mən həmişə əsaslandırıram. Buyurun. Ən axmaq fikirlərimi əsaslandıra bilərəm hətta. Amma bu axmaq fikir deyildi. Bax, o ötən həftə söylədi ki, o elmlə, təhsillə əlaqədar bir insandır, o senseydir. Əlbəttə ki, o əlaçı verilişini aparır, intellektual bir xanımdır. Və öz-özümdən bilsə nəyə düşünürəm? Kama, deyirəm ki, əgər İlahə Şıxlinskaya onu bu layihəyə, bu maskaya, bu əzab, yəni şirin əzaba razı sala bilsəydilər, onun ilk şərti nə olardı, bilirsiniz? Yaxşı, mən gəlirəm, amma mən Cəmrəkoydan oxumalıyam. Və oxudu. Oxudu, doğrudur. Yəni, bu o qədər mən əziz dostuma İlaşqa deyirəm, bu o qədər İlaşqaya uyğun bir yanaşmadır. Və bugün də The Cardigans, Loverful, 1997, DiCaprio'nun ilk filmlərindən biri bizi apardı. Bu hökmən ilahə olmalıdır. Hətta ilahə deyilsə belə, o ilahə olmalıdır. İlahə deyilsə ilahə olmalıdır. İlahə çıxsın oradan. Faiq Ağayev. Mənə elə gəlir ki, mən bu versiyada həmkarım, çox sevdiyim Nigar Cəmal'la razıyam. Mənə elə gəlir ki, bu Lalə Məmmədovadır. Lalə Məmmədova. Faiq bəy, baxırsınız, Səmənnin kəməri, sizin pencəyiniz. Milli xalça çox uyğun gəlir ha. Deməli, naxışları burada da. Bəli. Çox gözəldir. Və buyurun Coşqun Rəhimov. Təxminlərdə dedi ki, rəqslə də məşğul olub. Rəqslə məşğul olubsa, bəlkə bu rəqqasə xalq artistimiz Təranə Muradovadır. Nə gözəl versiyadır bu. Nəsə, bugün rəqs məni çəkdi Təranə xanıma, Təranə Muradova. Aksana ola bilər, Aksana, rəqqasədəkdən danışıqsa, Aksana rəsul ola bilər. Bu çox peşəkar bir insandır, nəsə gizlədir, ola bilər, Aksana da ola bilər, amma Aksana deyil.
Yo, Aksana deyil. Çünki Aksana daha aktivdir, daha belə bir... Yox, bəlkə gizlədir aktivliyini. Samirə Əli Məryəm ola bilər. Samirə Əli Məryəm 3-cü dəfə gəlsin, səsini göstərməsin. Bu nonsensdir də. Təşəkkürlər detektivlər. Bəlkə Gəlin onda sizə bir rəqqasə balaca Fatımədir. kömək eləyək. Özü haqqında sən mənə məlumat versin. İki məlumatı versin. Hə, auditoriya. Kömək eləyək detektivlərə. Sən mənə özü haqqında iki məlumat verəcək. Biri doğru, biri səhv. Hansı səhvdir, hansı doğrudur siz necə bilirsiniz? Alqışlarınızla müəyyən edərsiniz, sonra detektivlər fikirləşsinlər. Sən mənə özün haqqında iki məlumat ver. Məlumat 1. Buyur. Xalq artistlərindən biri fanatım olduğunu etiraf eləyib. İkinci məlumat. Nəqliyyat Nazirliyində departament rəisi işləmişəm. Hörmətli auditoriya. O dedi ki, xalq artisti deyib ki, mən sənin fanatınam. Sonra dedi ki, Nəqliyyat Nazirliyində departament rəhbəri olmuşam. Birincini, yəni xalq artisti mənim fanatımdır. Mən bilirəm ki, İlahə Şıxlinskaya elə mənim də sənətə və show biznesə və mediaya gəlişimdə danılmaz rolu, izi olan bir insan kimi uzun müddət radiolarda rəhbər vəzifələrində çalışıb və bir çox sənət dostları ilə, müğənnilərlə təmasda olub, ünsiyyətdə olub və mən bilirəm ki, İlahə xanımın energetikasına, intellektual xüsusiyyətlərinə, bir çox cəhətlərinə heyranlıqla yanaşan, misal üçün səhv eləmirəmsə, Ənvər Sadıqov bizim qarmon ifaçımız, hətta belə bir söz deyib ki, İlaşqa fanatınam sənin. Belə bir söz, belə bir situasiyanı xatırlayıram radio illərimizdən. Ona görə də mən inanıram ki, bax bu İlahə xanımdır və söhbət Ənvər Sadıqovdan gedir. Nigar Camal. Okey, bəlkə aparıcı ola bilər, bəlkə Nanədir. Çünki Nanədə bir veriliş var idi. Harda xalq artistləri də qonaqları var idi. Yəni o da ola bilər, səncə? İngiliscəsi bəs? İngiliscəsi bilmiyorum. Mən də bilmiyorum. Burada 3 nöqtə. Nigar Camal təşəkkürlər. Coşqun bəy. Adı deyirəm. Kimi? Könül Arif qızı. Könül Arif qızı deyirsiniz. Kəmlə Babayeva. İlahəni söyləyəcəm və eyni zamanda dediyim kimi Fəridə Abdullah adını da İlahə Şıxlinskaya və Fəridə Abdullah. Fəridə Abdullah. Fay bəy, iki detektivimiz eyni adı söylədilər. Maraqlıdır, siz hansı adı söyləyəcəksiniz, kimi söyləyəcəksiniz? Yenə də Nigarın dalınca gedəcəm deyəsən. Çünki Səməni bundan öncəki efirlərin birisində söyləmişdi ki, diplomu iynə vurmağa imkan verir. Gəlin bunu da yaddan çıxartmayaq. Çünki ikinci ipucu Amerika prezidenti ilə şəklim var idi. Bir də burada baxın Faiq bəy. Onu da doğrulamadıq. Tapdım. Nanə Ağamalıyeva. Yox. O stomatoloqdur. Təhsilinə görə. Kim? Tapdım. Kim? İynə vurmaq. Kim ürəyimiz partladı. Aksana Rəsulova ginekoloqdur. Amma Nanə də stomatoloqdur. Aha, amma bir şey də var. Biz elə bil ki, ali təhsilin üzərində də çox fırlanırıq. Bu, əslində tibb bacısı da ola bilər ki, birinci təhsil olsun və yaxud Rus dil ədəbiyyat fakültəsini biz oxuduğumuz zamanlarda bizə ikinci diplom olaraq tibb bacısı diplomları da verilirdi. Bu məsələ də var. Yəni, ola bilər ki, elə universiteti də bitirməyib, amma eyni zamanda tibb bacısı ilə bağlı onun bir diplomu var. Dəyərli detektivlər, hörmətli detektivlər, son təxminlərinizi eşitmək istəyirəm. Coşqun bəy. Təranə Muradova. Kəmilə Babayeva. Gözəllər gözəli Fəridə. Murad Arif. İlahə Şıxlinskaya. Nigar Camal. Ya lalədir, ya nanədir. Və Faiq Ağayev. Ya nanədir, ya lalədir. Təşəkkürlər, minnətdarıq. Gəlin səmənimizi çox yormayaq. Yam-yaşıl səmənimizi yola salırıq.
Kritikçilərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Səməni maskası arxasında kimdir? İkinci qarşıdurmanın ikinci maskasını bura dəvət edirik. Onunla məni birləşdirən bir məqam var. O da süd içməyi çox sevir. Mən də pişik gəlir. Biz bəylə gəlinə bənzədik. Siz isə pişiklə tanış olun. Hamıya bu adətən sizin qarşınıza gözlənilməz anda çıxan pişikdir. Pişiklər sərbəstliyi və müstəqilliyi çox sevirlər. Bu mənada mən də istisna deyiləm. Amma sözüm onda yox. Sizin pəncərənizin altında pişik oxuyub? Bilmirəm, insanlar niyə bizim səsimizdən tez bezir? Axı gərək hər kəs öz mahnısını oxusun. Onda hamı xoşbəxt olacaq. Pişiklər böyük fironların sarayında da öz sözlərini deyiblər. Yəni, biləsiz ki, qarşınızda əsl nəcabətli bir canlıdır. Pişiyi pulla almaq yox, onları sahiblənmək daha doğrudur. Oy, deyəsən çox ipucu verdim. Gedim mahnımı oxuyum. What the hell is my husband? What's taking me so long to find me? Oh, baby, where the hell's my lover? Getting down with another. Tell me for see, baby, tell me for see, baby, tell me for see, baby. Why is this beautiful man waiting for me to get away? He's only testing my patience. I only feel a second time without a women and name me. Will I be reviewing applications? Wait till I get my hands on him. I'll tell him what to do for long. He kept me waiting, anticipating. Pray to the Lord to give into my loving arms. To despite my frustrations, lead me, complete me. How my heart is broken. Is it far away? Is it okay? This man is testing me. Help me, help me, help me, Lord. I need you to tell me, baby. What the hell's my husband? What is taking him so long to find me? Oh, baby, where the hell's my lover? Getting down with another. Tell me if you see him, baby. If you see him, baby, he should. Tell my upper brown eyes and a grown free that if one doesn't find me now, I'm gonna die lost so canny. I wanna go like a ring, I would like a diamond ring on my wedding finger. I would like a bigger shining diamond, and I could wave around the top and talk about it. But when the days here forgive me, God, that I could ever doubt it. This man is testing me, help me, help me, help me, Lord. I need you to tell me, baby, what the hell's my husband? What is taking him so long to find me? Oh, baby, where the hell's my lover? Getting down with another.
a shiny diamond, 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 diamond. Oh, where is my husband? Bravo! İTV! 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 Murad Arif! İTV! İTV! Murad, sizi Ağa. eşidək. Ağa, mən dəqiqələrcə, saatlarla, günlərlə ayaq üstə İTV-ni alqışlamağa hazıram. Allahım, Azərbaycan dilində, Azərbaycan televiziyasında belə bir şou. Wow! Bu nə səhnə, bu nə xoreografiya, bu nə nəğmə. Right, where's my husband mahnısı. Bu necə möhtəşəmlik. Çox. İfası necə idi? Baxırdım siz ayaq üstə yana baxırdınız. Mən ağa izləyirdiniz. diqqətlə qulaq asırdım. İndi Boğazlar bizim falan. aramızda dilçi var, dil üzrə mütəxəssis. İngiliscəni o qədər bu nəğmə çətin nəğmədir və burada nəğmənin recitativ hissəsi var. Burada pronunciation, yəni tələffüz vacibdir. Dostlar, biz bugün yəqin bir çox istedadlı dostlarımızın adını çəkəcəyik. Amma hələ ki bu texnikanı, hələ ki iddia etmirəm amma bu texnikanı zənnimcə Natavan Həbibi təqdim edə bilərdi. Nigar. Əslində bilsiz kim ola bilər? Mən bilən Amerikada oxumuşdu deyəsən, ya kurslara getmişdi. Aysel Teymurzadə də ola bilər. Maraqlıdır. Bəli, Aysel Teymurzadə də ola bilər. Sonra Ayzel də ola bilər əslində. Maraqlıdır. Həm rəqslərlə bağlı. Düşündüm bəlkə Səmrada, amma Səmra daha Bəlkə maska sadəcə ona imkan vermir. Yox, daha çılgındır ayaqlarla falan çox əladır belə rəqs eləyir. Baxın. Okay. Hə, yox, dəqiq Səmra deyil. Dəqiq Səmra deyil, bəli. Gördünüz maskanı? Çox maraqlı məqam idi. Əslində Səmra heç oynaya bilmir ha. Başlandı məndə yenə. Aydındır. Mən sizə başa düşürəm, narahat olmayın. Bilirsiniz kim ola bilər? Samir Əfəndi də ola bilər əslində. Aydındır. 3 nəfəri. O da maraqlıdır. Samir Əfəndi, Coşqun bəy elə mikrofona götürmüsünüz. Baxdınız, qulaq Təriflər astınız. yağdırılacaq və haqq olunacaq. Mən bir kəlmə demək istəyirəm. Wow! 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 Halal olsun. Bu mənə elə gəlir ki, bu lətifə soy söz də ola bilər. Soyu öz. Aha. Soy öz, bəli. Soyu öz, lətifə soyu öz. Faiq bəy, sizi eşidək, sizin də fikirləriniz çox maraqlıdır. Nə düşünürsünüz? Biz klassik musical parçasını indi seyr etdik və mən çox əfsuslanıram ki, bizdə hələ də musical, bax bu qurmaq mədəniyyəti və ya təcrübəsi çox zəifdir. Cəmi yanılmıramsa 2 musicalımız olub və bax bu gözəlliyə, bu möhtəşəmliyə İTV komandasının yaratdığı bax bu gözəl nömrəyə ancaq alqış düşür. Mənim 3 versiyam var. Bədən plastikasına görə bu xatundur. Ədasına görə, hərəkətlərinə görə xatundur. İngilis dilinə və yenə də hərəkətlərinə görə İlqarə Kazımova ola bilər. İlqarə Kazımova. İlqarə Kazımova mənim sevimli həmkarım Aygün Kazımovanın qızı. Əgər pişiyin söylədiyi ipucularına görə danışsaq, o söylədi ki, həyat yoldaşı ilə işdə tanış olub. Bu bir. Bəli. İkincisi, söylədi ki, kinostudiya ona 90-cı illəri xatırladır. Bəli. 1992-dir, 93-dür, dəqiq deyə bilmərəm. Burada, bu divarların arasında Şahid Qız filmi çəkilmişdi. Və bu düzdür, premyerası deyil idi deyəcəyim insanın. Çünki ondan qabaq Kişi Sözü filmi var idi və orada premyerası oldu. Sənubər İskəndərli. Bu da 3. Və mən çox sevinərəm əgər mənim 3-cü versiyam həqiqət çıxsa. Doğru çıxsa. Mən Sənubəri bax buradan alqışlamaq istəyirəm. Təşəkkürlər. Minnətdarıq Kamilə Babayeva. Bu maskanın arxasında güclü səsi ilə hər kəsi
valeh etmiş Səbinə Babayeva da ola bilər. Ki həyat yoldaşı ilə Nanda işdə onlar tanış işdə olub. tanış olublar. Bəli. Hörmətli detektivlər, auditoriya hazırlıq olaraq kömək eləməyə. Bəli, deməli pişik özü haqqında 2 məlumat verəcək. Biri doğru, biri səhvdir. Hansı doğrudur, hansı səhvdir? Əvvəla siz alqışlarınızdan müəyyən edəcəksiniz. Hər halda təxmin edəcəksiniz. Sonra detektivlər düşünsünlər. Hörmətli, dəyərli, çox gözəl, zərif pişiyimiz. Özün haqqında 2 məlumatı ver. Məlumat 1, buyur. İlk Xarı Bülbül festivalında iştirak eləmişəm. Bu da vaxt olub. İkinci məlumat. Bazarda mükafatlandırılmışam. O dedi ki ilk Xarı Bülbül festivalında iştirak etmişəm. Sonra dedi ki bazarda mükafatlandırılmışam. İkinci məlumatı təbii ki auditoriyada bir o qədər dəstəkləmədi, səhv bilir. Aha yazır, bütün detektivlər yazır. Nə bazar idi ki? Bazar nə turp verirlər, kələm verirlər, qalaşqa verirlər. Misal üçün də gəlib bazara deyiblər, ay Sənubər xanım, götürün bu almaları, qurbandır sizə. Niyə? Müsabiqə Slavyan bazarı. Nə bazarı? Slavyan bazarı. Müsabiqə. Kim gedib Slavyan Mən bazarına? olmuşam orada. Manana olub. Manan Sonra kim olmayıb. olmuş? Manan olmayıb. Mən də olmuşum. İcazə verin telefonumu götürüm. Mən bilirəm ki- olmuşam. Bizimkilərdən kimsə getmişdi bu yaxınlar, amma oğlan iştirakçısı idi. Oğlan iştirakçısı idi. Mustafayev, Çingiz Mustafayev da ya kim? Hardan da Slavyan bazarından. Slavyan Aha, bazarından. Slavyan bazarından. Slavyan bazarı adlı bir müsabiqə var axı. Bəli, bəli. Orada mükafat qazana bilər. Vitebskdə keçirilir və Belarus prezidentinin Lukashenkonun şəxsi nəzarəti altındadır o müsabiqə çox böyük keyfiyyətlə keçirilir, bunu söyləməliyəm. Hə, deyirsiniz orada mükafatlar. Bəlkə bizim orada iştirakçımız olub. Amma Məsələn, orada kim olub ki Faiq bəy orada Az. tanıdıqlarınız Azərbaycan məşhurlarından? vallah biraz Səbinə çətindir. Babayeva da olmuşdu. Buyurun, buyurun. Mənim telefonum mənə dedi ki, Manana Caparidze'də Slavyanski bazarda olub. Düz demişəm. Elə Coşqun sən bəy deyirdin. yaxşı götürdü. mənim Mənə telefonum var. götürdü. Sən deyirdin də onu hər dəfə. Hər dəfə deyirdim. Hə. Amma başqa personaj üçün deyirsən. Düzdür, bunun üçün deməmsən heç vaxt Manana. Sən başqa personaj Dostlar, demişəm. gəlin hesab eləyək elə bunun üçün deyib. Manana hə, Manana Bunun üçün oxuya. deyib. Bu sonuncu mahnı doğrudan da bizi başqa təxminə aparır. Yəni çox çətinliyə salır. Yaxşı, son olaraq hər birinizdən təxmin istəyirəm sonuncu. Sizə nə dedi? Həm o söhbətlər, müzakirələr, ifa, nə deyir Mən sizə? həmkarlarla Buyurun, razılaşmaq Coşqun bəy. istəyirəm. Mən Manana da demək istəyirəm. Manana Caparidze. Bəli, Manana Caparidze, Lətifə Soyöz də demək istəyirəm. Lətifə Soyu öz. Yəni iki Kəmilə variant Babayeva. Bu dəqiqəyə olan fərziyəm elə dediyimin üzərində qalıram. Səbinə Babayeva. Bu maska. Murad Arif. Slavyan bazarı mövzusunda Aha. biz Mananaya gedib çıxırıq. Nigar Camal. Mən düşünürəm ki, Aysel Teymuzadədir. Və Faiq Ağayev. Sənubər İskəndərli, çünki o da kinostudiya bağlıdır. Təşəkkürlər detektivlər. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Pişik maskası arxasında kimdir? Gəldik çatdıq ikinci qarşı durmanın səs verməsinə. Pişik burada. Səmənini dəvət edirik. Değerli auditoriya, indi səs verəcəksiniz və görək növbəti gözləmə otağına gedən maska hansıdır? Səməni yoxsa pişik? Təbii ki, baxaq görək nələr baş verəcək. Amma təbii ki, səs verməyə keçməzdən öncə istərdim ki, detektivlərlə danışaq. Onların məsləhətlərini eşidək. Onlar auditoriyaya, tamaşaçılarımıza nə məsləhət görəcəklər? Kim maskanı açsın? Kim növbəti mərhələyə keçsin? Təbii ki, bunu bilmək üçün Kamilə xanım elə sizlə başlayırıq.
Mən hələ gələn şoularda çox istərdim görüm bu pişik bizə nələr göstərəcək. Çünki bugünkü şou elə odlu alovlu, elə rəngarəngidir ki, onun hələ də dadı mənim damağımdadır. Məsləhət görsünüz ki, Səməninin maskasını açsınlar. Səni isə çox sevirəm, amma çox bilmək istəyərdim. Müəmmalar içindəyəm. Kim var axı o? Çox sağ olun. Şirin Səmənin maskasının arkasında. Təşəkkürlər Kamil xan. Buyurun Coşqun bəy. Pambıqla baş kəsir, ha, bax fikir verdin. Bəli. Mənə maraqlıdır, sizin fikriniz nədir Coşqun bəy? Məndə tam fərqli olacaq. Tam fərqli olacaq. İlk növbədə pişiyimizə də, Səmənimizə də təşəkkür edirəm. Çox gözəl bugünkü çıxışlarınız həm rəngarəng, həm peşəkar, həm yenə deyirəm, sizlə çalışan hər kəsə öz təşəkkürümü bildirirəm. Halal olsun. Halal olsun, halal olsun. Bəs hansı maskanın açılmasını istəyərdiniz? Bizi çətinliyə salan, bizi bəlkə də yenə deyirəm, biz onu istəyimizdən istəyirik ki, onun üzünü görək. O çox məyus dayanıb orada. Kim Coşqun bəy? Məsləhət edirsiniz, kimi? Boynu bükük. Mən məsləhət görürəm sizə. Mən Səməni deyirəm yenə. Səməni nə deyirsiniz? Maskası açılsın. Bəli. Aydındır. Murad, sizinlə davam edək. Ay can, Murad, davam edək. söyləyin bizə. Hər iki maskaya inanılmaz simpatiyam var, amma təxmin edirəm ki, Səməni mənə çox doğma bir insandır və bunu təxmin etdiyim üçün təsəvvürümə gətirəm ki, nə qədər çətindir Səməniyə və sanki Səməni özü yorulub, bunu necəsə mən bu impulsu, bu enerjini mən özüm hiss edirəm, əziz dostlar. Ona görə də mən deyərdim ki, gəlin Səməninin bizə ötürdüyü enerjiyə hörmətlə yanaşaq. Açsın Səməni bu axşam. Elə də açsınız Murad. Elə ki, Səməninin özündən soruşmuşsun. Elə bir yorulmuşam. Yəni odursa, ağa, əgər o adamdırsa, bizim ruhani bağlarımız var bir-birimizlə. Elə bil ki, özündən soruşmuşam. Nigar Camal. İkisi də çox maraqlıdır, çox gözəldir, fərqlidir. Amma Novruz bayram bitdi. Novruz bayramı çoxdan bitir. Cruella. Və buyurun Faiq Ağayev. Etmə eldə xar məni. Mən istəmirəm ki, saralmış, solmuş Səmənini görək. Ona görə indidən Sveji. hələ ki təravətlidir. Qoy maskasını açsın, baxaq görək kimdir. Səmənin maskasını açılması istəyirsiniz. Təşəkkürlər, minnətdarıq, hörmətli tamaşaçılar, dəyərli auditoriyamız. İndi biz keçid alırıq səs verməyə və baxaq görək nələr baş verəcək. Qeyd edeyim ki, hansı maskanın səsi çox olacaqsa, yəni daha çox səs toplayacaqsa, həmin maska gözləmə otağına gedəcək və maskanı açmağa namizəd olacaq. Az səs toplayan maska isə növbəti mərhələyə keçəcək. Odur ki, gəlin başlayaq səs verməyə. Əgər siz Səməninin maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz pişiyin maskasının açılmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Səs vermə başlasın. Hər iki maska sözün əsl mənasında həyəcanlıdır. Bunu hiss eləmək olur. Heç biri maskasını açmaq istəmir. İstəyirlər ki, növbəti mahnılarla, öz rəqsləri ilə, öz performansları ilə hər kəsi təəccübləndirsinlər. Maraqlıdır. Növbəti mərhələyə kim keçəcək? Stop! Pişik çox Lalə Məmmədova kimi özünə Səs vermə dayandı. Və maraqlıdır ki, növbəti mərhələyə hansı maska keçəcək? Hansı maska bizi təəccübləndirməyə davam edəcək? Açığı hər iki maska çox gözəl ifaları, performansı, rəqsi ilə bizi təəccübləndirirlər. Növbəti mərhələyə kim keçir? Pişik keçir. Səməni keçir. Kim keçir növbəti mərhələyə? Mən! Miau! Növbəti mərhələyə pişik keçir. Pişik, biz sizi yola salırıq. Biz sizinlə görüşəcəyik. Buyurun.
Biz davam edirik detektivlər. Sonuncu səs verməyə, final səs verməsinə keçirik. Final səs verməsinə keçmək üçün təbii ki, Səməni burada gözləmə otağında olan Dönəri bura dəvət edəcəyik. Amma o bura gələnə qədər onların bugünkü çıxışlarına bir nəzər salın. Final səs verməsindəyik. Auditoriya yenə səs verəcək. Bəli, detektivlər xilas etməyəcəklər. Onlar məsləhət edəcəklər. Və maraqlıdır, kimi məsləhət edəcəklər? Hansı maskanın açılmağını istəyir Murad Arif məsələn? Hər iki halda qidadır. Hər iki halda yeməkdir. Bilirsiniz niyə görə hər iki halda? Dönəri bilirik. Bəs bilirsiniz bizim həm də səməni halvamız var. Onu da yemək olar. Bəli, bəli, bəli. Özdə bildiyimə görə Coşqun bəy çox yaxşı səməni halvası hazırlayır. Əlbəttə ki. Doğrudan. Hardan Bəli. Coşqun bəy heç özü bilmirdi. Hardan? Əziz, Coşqun keçmişsə halva məsələsinə. Boşluq olanda halva pişirirəm. əziz və sevimli, ləzzətli, dadlı auditoriyamız. Mən istərdim ki, səbəbini bir qədər öncə söylədim. Humanistik səbəblərdən dolayı bugün səmənini yeyək. Həmişə ət olmaz. Səmənin maskasının açılmasını istəyərdi Murad Arif. Bəli. Təşəkkürlər. Dönər qalsın gələn həftəyə. Əla, təşəkkürlər, minnətdarıq. Nigar, sizlə davam edək. Kimi məsləhət görədiniz? Hansı maskanın açılmasını istəyərdiniz Nigar? Mən ət sevirəm. Mən Ət dönəri yeyirəm. Dönərin maskasının açılmasını istəyərdiniz. Bəli. Açsın maskasını. Açsın maskasını. Açsın. Əla, yaxşı, çox gözəl. Buyurun, Kamilə xanım. Yo, mən bugün detoksdayam. Mən səməni yemək istəyirəm. Aha, Kamilə baba səməninin maskasının açılmasını istəyir. Coşqun bəy, hansı maskasının açılmasını istəyərdiniz? Mən nə dönəri yeyəcəm, nə də səmənli. Məncə maraqlıdır ki, o dönərin içindəki insan tanınmış neçə kilo arıqlayıb və onu arıq görmək istəyir. Onu Mən dedin necə 20 arıqlayıb? kilo arıqlayıb. Sən görmək istəyirsən ki 20 kilo 20 atandan kilo sonra necədir? atandan sonra necə olub? Ona Kimin görə maskasının açılmasını dönərin istəyərdiniz? maskasının açılmağını istəyirəm. Dönərin maskasının açılmasını Bəli. istəyərdiniz. Faiq Ağayev. 2-2. 2-2-yədir. Buyurun sizin Faiq Ağayevin məsləhətiniz. ən sevdiyi situasiya. Hə, elə sevirəm. Faiq Ağayev, Cəllad. sizin məsləhətiniz təsir edə bilər, Deməli- amma həll etmir təbii ki. Məsələn, şərait yaradan Səhnə oğlanlar var. əslində televiziya tamaşaçıları bilmir bunu, burada oturan tamaşaçılar bilir. Səhnə bizdən, bizim oturduğumuz kürsüdən çox uzaqdadır. Amma oradan bura elə ətirli, elə dadlı, elə sveji dönər iyi gəlir ki, Aha, qıymıram ona. Qıymıram, qoy davam eləsin. Çox maraqlı personajdır. Görürsünüz, bəyalara hətta uzandı, istirahət elədi. Amma səmənli gözəl, bilməm, istəyirsiniz tonqallar qalayaq küçədə. Bax, elə qəşəng-qəşəng, təntənəli yola salaq, amma maskasını ondan qabaq açsın. Səmənli maskasının açılmasını istəyərdiniz. Eşitdiniz də 3-2-yə. 3 detektivimiz deyir ki, səmənin maskası açılsın, 2 detektivimiz deyir ki, dönərin maskası açılsın. Hə, bu sizə təsir edəcək ya yox, onu bilmirəm. Siz səs verəcəksiniz və maraqlıdır ki, kimə səs verəcəksiniz. Bir daha qeyd edeyim ki, hansı maskanın səsi çox olacaqsa, təbii ki, həmin maskanı açacaq. Birazdan açacaq. Hansı maskanın səsi az olacaqsa, o növbəti mərhələyə keçəcək. Odur ki, əgər siz dönərin maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz səməninin maskasının açılmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Səs vermə başlasın. Bu final səs verməsidir və auditoriya səs verməklə təyin edəcək ki, hansı maskanın maskası açılsın.
Və biz həmin maskanın arxasında olan məşhuru tanıyaq. Hansı maskanın səsi çox olacaqsa, o bugün bir neçə dəqiqədən sonra maskanı açacaq. Hansı maskanın səsi az olacaqsa, o növbəti mərhələyə keçir. Stop! Artıq səs verir. Maraqlı da auditoriya kimi seçdi. Dönər. Görəsən dönəri yeyiblər, yoxsa səməni? Səməni bir çox hallarda suya atırlar. Maraqlıdır. Görəsən nə olacaq, nə baş verdi? Auditoriya tamaşaçılarımız kimə səs verdi? Gülür. Dönər isə həyecanlıdır. Növbəti mərhələyə. Dönər. Hansı maska keçir? Səməni. Dönər. Səməni. Kamilə. Deyirsiniz. Səməni deyirsiniz. Dönər. Dönər. Səsi siz vermisiniz. Maraqlıdır. Hansı maskanın səsi daha azdır? Yəni növbəti mərhələyə keçir. Növbəti mərhələyə keçir. Dönər. Növbəti mərhələyə keçir. Səməni. Dönər. Növbəti mərhələyə keçir Murad. Onu bugün yemədiniz. Biz bugün səməni alması yiyəcək, dönəri yola salırıq. Necə dəyişdi hər şey və biz bir neçə dəqiqədən sonra Səmənli maskasız görəcəyik və o məşhuru tanıyacağıq. Həftələrdir ki, detektivləri, tamaşaçıları intizarda saxlayır. Amma mənə maraqlıdır, görəsən detektivlər son təxminlər olaraq kimlərin adlarını çəkəcəklər? Murad artıq mikrofonu götürüb. Murad! Deyim də, o kimdir maska ən arxasında? ilk buraxılışda elə bir tək Cosmic Girl mahnısı səslənən kimi mən bildim, mən anladım ki, bu mənim əziz dostum, bu mənim böyük dostum İlahə xanım Şıxlinskayadır. Amma bugün Nəqliyyat Nazirliyi məsələsində bizə Nailə İslamzadəni də xatırlatmağa çalışdı. Burada sözüm qutardı. Burada nitkim kəsildi. İlahə Şıxlinskaya. Maraqlıdır, Coşqun bəy kimin adını söyləyəcək? Bu maska arxasında, Səməni maskası arxasında kimdir? Murad elə təxminlər deyir ki, adam doğrudan da get-gedə fikirləşməyə başlayır. Artıq gecdir də, biz onun üzünü görəcəyik. Ona görə Könül Arif qızı. Könül Arif qızı! Nigar Camal! Mən bilmirəm niyə, amma nədənsə düşünürəm ki, Lalə Məmmədovadır. Lalə Məmmədova dedi Nigar Camal. Kamilə xanım, Səməni maskası arxasında kimdir? Səməni maskasını elə ilk gördüyümdən birinci söylədiyim ad İlahə bəli, Şıxlinskaya bəli, deyil, mən onun da buradaydım. üzərində qalıram. Mən buradaydım, onu deyəndə İlahə mən Şıxlinskaya. buradaydım. Və Faiq Ağayev. Bu günlər nəsə veganlarıdır. Əti bir kənara buraxdıq, dönəri. Keçmişik səmənin üstünə, şığıyırıq, müxtəlif versiyalar söyləyirik. Əgər versiya söyləmək məcburiyyətindəyəmsə, xəfiyyəyəm, mən elə bayaqdan səsləndirdiyim iki versiyanı təkrar eləyəcəyim. Ya Nanə Ağamalıyeva, ya da ki Lalə Məmmədova. Təşəkkürlər detektivlər. Amma hamıya maraqlıdır. Təxminlər oldu təbii ki, hətta detektivlərimizin müxtəlif adları dedilər. Mənə çox maraqlıdır. Amma bu maskanı açmazdan öncə istəyərdim ki, mühafizəçilərimiz gəlsin. Və onlar gəlirlər. Hamıya maraqlıdır, tamaşaçılarımıza da maraqlıdır, detektivlərimizə də maraqlıdır. Elə mənim özümə də maraqlıdır. Kimsən sən?
Kimsən? Nə ola könül çıxar? Nə ola könül çıxar? Könül olsa ölərəm. Könül var. Könül olsa dəli olaram. Kimsən sən? Kimsən sən? Kimsən sən? Kimsən sən? Kimsən sən? Divaşka. Kimsən sən? Mənim ürəyimsən. Dedim. Şoktasız dedektifler. Biz dedik. Biz dedik. Amma yenə də şokdayıq. Şokdayım. Mən Lalə şokdayım. xanım Aa. ümumiyyətlə özünə aid olmayan bir energetika ilə burada çıxış edirdi. Yəni Lalə Məmmədova ayrı, Səməni tam ayrı. Və mənim həmkarlarımın belə şok hissini keçirməsini mən çox gözəl anlayıram. Amma bəzi məqamlar mənə imkan verdi ki, mən o cümlədən Lalə xanımı işarəliyim. Elə Nigar Camal da mənlə bərabər bu versiya üzərində dururdu. Mən bizim bəğlarda söylədim, ən sevdiyimiz bayramın, ən gözəl atributu olan Səmənini belə canlandırdığına görə Lalə Məmmədovaya yalnız belə təşəkkürümü bildirəm. Azərbaycan Respublikasının əməkdar artisti Lalə xanım Məmmədova bizə Lalə xanım kədərləndiniz, yoxsa sevinç gözyaşlarıdır? Bizə danışın, bizə öz hisslərinizlə bizə bu barədə danışın. Hamı sözün əsl mənasında. Mən baxıram Coşqun bəyə şokdadır. Mən baxıram Murada, Murad yana baxır. Kimi gözləyirdi Zəhləm Murad? gedir, hamımızdan zəhləm gedir. Buyurun, biz istəyərdik ki, siz Mən bizimlə istifa verirəm. Mən təəssüratlarınızı gələn bölüşəsiniz. verilişdə olmayacağım. Hörmətli Yo, 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 elə dedikdirlər. şey yoxdur, elə şey Əlvida, yoxdur. mən gedirəm. Maskanı Bitti. çıxardır, o da Buradan deyir, mənim "Sevdim maska sizə." taleyim sonlandı. Mən qalsaydım sizə daha maraqlı nömrələr əslində hazırlayırdı. Heç şübhə etmirik, heç. Hə. Birincisi təşəkkür eləyirəm. Buyurun, belə təəssüratlarınızı İctimai bölüşün televiziyaya, bizimlə. bütün komandaya. Çünki ilk Maska şoudan hər baxırdım, dedim kaş ki mənə bura çağırarlar. Kaş ki mən Ay, burada, nə mən gözəl. burada bir siz nələr eləyərdim. Düzdür, hələ eləyə bilmədim tam yenə də. Lalə Mən- necə bir hiss idi maskada olmaq? Mənim elə sualım bax Nigarla Fayqaqayevadır ki, qoy mən də sualımı verim. Niyə bu qədər insanlar heç kəs həndəvərimə düşə bilmədi? Amma siz bu sonuncu verilişdə nədən şübhələndiniz ki, mən ola bilərəm? Müəyyən bədən plastikası var. Müəyyən yığcamlıq. Mən hətta qızlara dedim Ad ki, baxın qalmamışdı, nə ona qədər özünü səfərbər eləyib, əllərini belə səhnədə duranda həmişə yumruq şəklində saxlayır. Bu kimdirsə, yadındadır dedim, hər ikinizə dedim. Mənə elə gəldi ki, bu kimdirsə özünü möhkəm nəzarətdə, kontrolda saxlayan insandır. Üstəgəl o xəfif hərəkətlər, hansını ki ancaq Lalə Məmmədova eləyə bilir. Yəni bax belə geniş hərəkətlər deyildi də. Məndən asılı olmayan Bax belə, belə. Faiq, amma mənim üçün Lalə Məmmədova səhnədə çox nazlı, hərəkətlərə belə meyilli, düz indi gözünü, qaşını görmürdü, amma bədən dilini müəyyən mənada həmişə göstərməyi bacaran bir xanımdır. Və burada onu görməməyimiz bizi əməlli başlı belə məhkul bir duruma saldı. Bilirsiniz niyə? Amma dediyimiz kimi də ay Bilirsiniz niyə? Canigar. Geyimə görə geyim, Amma geyim rahatdır. kimono kimidir, kimono Geyim kimidir. rahatdır. O biraz Amma daha rahatdır məncə, sport- rahat idi. Məncə Lalə rahat, xanım. Amma daha idman obrazı Bilmirəm, Bilmirəm, yaradır. mən elə gəlir ki, bu geyimdə daha çox hərəkət eləmək Lalə- olardı və kaş ki bu üç ifadan birində, üç ifayədə də, hə dostlar? Bəli, bəli. Birində göstərsəydin səsi. Və nə vaxt göstərəcəkdin? Birində Nə vaxt göstərsəydin. göstərəcəkdin? Amma burada səs yarışması deyil. Yox, axı, bilirik mənim də, əziz ay bala, dostlarım. Burada Nəğmə elə oxuyursunuz, əsas- səhnədə. Baxın, mən sizi 3 veriliş allada bilmişəm. Hə, eşq olsun. Aferin. Eşq olsun. Lalə, Məni coşqun verin. səni xoş gördük burada. Ay, Lalə. Sən bu nə oyunda açdın bizim başımıza? Hələ mənə bax. Mənə bax. Vay, vay, vay. Nə deyir bu? Biz səni Sən bir çıxartmamışıq burada. Biz Sən bir mənim musibətimə bax. Müsibətimə bax. Bu nə Hələ müsibət mənə hə? bax.
gedişatda Murad dedi ki, artıq Səməni yorulub. Yəni, onu hiss hiss elədim yorulub. mən. Siz qəsdən onları aldatmaq üçün hərəkətlər eləmirdiniz, yoxsa həqiqətən də Muradın versiyası yenə yorulmuşdunuz? Bir anlıq sönükdə yandınız. Dedim, ürəyim ağrıdı. Dedim ki, deyəsən getmək Mənə istəyir. aldatmaq üçündür bütün bunlar. Yo, mən deməzdim, mən çox böyük enerjiylə gəldim. Hətta mən sizə bir sirrində üstünü açım. Burada bütün komanda bilirdi. Mən birinci, ikinci nömrələrində bura 39 qızdırma ilə çıxmışdım. Hətta bir an oldu. Buyurun. Siz inanarsınız ki, mən burada durmuşdum, siz burada danışırdınız. Mən artıq heç nə eşitmirdim. Bir anlıq bir neçə saniyəlik mən sönmüşdüm. Bir də gözümü açdım, baxıram ki, oradan adamlar görünür. Hətta mən bir neçə saniyə özümdə olmadım. Məni görürdünüz Lalə xanım. Mən yenə də enerji ilə çıxırdım. Məni görürdünüz. Əsas odur ki, məni görürdünüz. Azərbaycan Respublikasının əməkdar artisti Lalə xanım Məmmədova Maska Show'da. Və təbii ki, ondan bir ifa eşidəcəyik. Təbii ki, maskasız və detektivlərimiz də diqqətlə baxacaqlar. Bir vəfa. Maska Show'da Lalə Məmmədova. Elimi tutandan yüreğimi bitirdim. Bayındı Lalədir. Kolunu kalbimin evine getirdim. Sana gönlümü bil ki kurban keserdim. Kanımda sevgimi, eksini görerdim. Bir defa atmasan onlara, öyle yandırmasam sevmeden bir daha. Bir defa atmasan onlara, öyle yandırmasam sevmeden bir daha. Sana gönlümü bil ki kurban keserdim. Kanımda sevgimi, eksini görerdim. Bir defa atmasan otlara, öyle yandırmasam sevmeden bir daha. Bir defa atmasan